Tam asfaltın üstü. Bak bu yoldan 160 nömrəli avtobus keçir. Yəni avtobus xəttinin tam üstüdür. 190 da 160 da buradan keçir. Koroğluya işləyir. Evimizin qapısı budur. Birbaşa asfaltadır. Gördüyünüz kimi. Dövlət suyu qazı işığı təbii ki, bütün sayğaclar var. Belə bir həyətyanı ərazidir. Koridor sistemli həyətdir. Həyətə 3-4 dənə maşın çox rahatçılıqla daxil ola bilir. Girək evimizin daxili interiori ilə də tanış olaq. Evimizin xarici görünüşü gördüyünüz kimidir. Belə bir sadə dizayndır. Yerdən də kürsülüdür. Hələ 3-4 kürsüdə, yəni həyətyanı ərazi dolubdur. Yenə də 4 kürsümüz qalıbdır. Daxil olaq evimizin daxilinə. Və daxil olduq belə bir koridor. Spot işıqlarla bəzədilib, aboyunacan hər bir şey vurulubdur. Sağdan mətbəx. Ön otaqların hamısı panorama pəncərədir. Qonaq otağımız, radiatorundan hər bir şey qoyulub. Qapılar normal qapılardır. Avropa qapılardır. Və arxada da belə yataq otaqları. 4 otaqlıyıq. 95 mindən 87 minə düşdü. Yəni jackpotdur da həqiqətən də qaçırtmaq lazım deyil. Hamam tuvaletin də aksesuarlarından hamısı qoyulubdur. Tələsin. Birbaşa məsciddən qabağa Neon Marketin tam yanında.